Dost olmaq sıradan bir məsələ deyil. Mən uzun yaşadım və bir nəticəyə gəldim ki, əgər bu dünyada bir insanın bir dostu varsa, bu dünyanın ən xoşbəxt adamıdır. Bir dostu qazana bilibsə. İndi bu dünyada insanlar milyardlar, milyonlar, trilyonlar qazana bilərlər. Amma sən bir insanı bütün sədaqət və etibarı ilə qazana bilibsənsə, sən deməli boşuna yaşamamısan bu dünyada. Çətin şeydir, dost bir başqasını qazanmaqdır. Bir insanı qazanmaq anlayışıdır. Mənim ən etibarlı dostlarım elə qadın dostlarım olur. Onlar mən heç vaxt, yəni dost olaraq mən heç vaxt xəyanət eləməyiblər. Yaxşı vaxtda da, pis vaxtda da yanımda olublar. Və ona görə mən deyirəm ki, qadınların dostluğu daha etibarlıdır.